Azerbaycan tarixini öğrendiğimiz zaman ben geçen sefer demiştim mütləq media tarixine müracaət etmək lazımdır. Çünki Azərbaycan ərazisində yerləşən və Türk boylarını, Turukkiləri, Elamları, Lulubəyləri, Kutiləri, Kasları, Armanları öz ətrafında, öz çatısı ətrafında, öz altında birləşdirən dövlət media idi. Ondan əvvəl Manna vardı. Manna bugün Araz, Kür-Araz ovalığına daha yaxın idi və üzü Xəzər dənizinə tərəf daha yaxın idi. Amma media qədər güclü değildi ki və onun sonunda da 7-ci əsrdə Manna medianın tərkibinə qatıldı. Başqa Türk boyları kimi Elamlar, Turukkilər, Lulubəylər, Kutilər kimi, Kaslar kimi onlar da Hurriyetlər də o sırada medianın tərkibinə qatıldı və media dövlət olaraq çox böyük bir ərazini özünə tabi elədi. Bu ərazilər Babilistandır, o Vavilon dedikləri, Babil dedikləri. Bu ərazilər Suriya idi. Fələstini belə media özünə bağlamışdı. Fələstin, bugünkü Fələstin ərazisini özünə bağlamışdı. O zaman adı Roma İmperiyası dövründə adı onu oranın Cəlilə gedirdi. Və o Yahudilərin bir muxtariyyatı var idi orada. Və oradan sadəcə Suriyadan deyil, Fələstindən və Babildən Ekbatana çox sayda əsir gətirmişdi və Assuriya qaynaqlarında bu ölkə Sira-Madiya olarak keçir. Və burada bu kitabın 225-ci səhifəsində Igor Mikhail Dekonovun kitabının 225-ci səhifəsində burada eramızdan əvvəl 7-ci əsrdə Midiyanın əhalisi adlı bir bölüm var. Və o Midiyanın əhalisi konkret kimlərdən ibarət idi? O burada yazır. Assur qaynaqlarında da bu özünün əksini tapır. Və deyir ki, Igor Mikhail Dekonov kitabında deyir ki, Assur qaynaqlarına istinadən demək olar ki, Midiya dövlət olaraq bugünkü Türkiyə ərazisində və uzunluğu 1355 kilometr olan Qızılırmaq çayından başlayaraq ki, Qızılırmaq çayının əvvəlki adı bəzi qaynaqlarda Hal su olaraq göstərir, bəzi qaynaqlarda da Al su olaraq göstərilir ki, və bugünkü Qızılırmaq Al suya daha yaxındır. Çünki mənası qızıl çay deməkdir. Yəni al su. Mənası odur. Və bu Midiyanın 7-ci əsrdə əhalisini təsvir edir Igor Dekonov və deyir ki, Midiyanın ərazisi eramızdan əvvəl 7-ci əsrdə Cənubi Urmi gölündən bugünkü Həmədan adlanan Ekbatan və Babilistanı, Suriyanı, bugünkü Suriyanı və bugünkü Fələstini öz torpaqlarına qatmaq şərti ilə və onları təşkil edən Ellipi tayfaları bugün Yunanlar özlərinə Ellados deyirlər, Ellidi deyirlər, Ellini deyirlər, Eleni deyirlər. Özlərinə onlar nə Gris deyirlər, nə Yunan deyirlər, onlar özlərinə Ellini deyirlər və bu Midiyanın da dövlət olaraq əsas tərkib hissəsində Hurritlərlə, Turukkilərlə, ondan sonra Elamlarla, Kutilərlə, Lulubəylərlə yanaşı Ellinilər də olublar ki, və o Elam dövləti də bir zamanlar mövcud olub və o Elam da bir Türk tayfası olub. Qızılırmaq çayından, siz təsəvvür edin, Qızılırmaq çayından ta Basra körfəzinə qədər tamamen Midiya dövlətinə bağlıymış və Manna Araz çayının şimal hissəsinə, Araz çayı Kür-Araz ovalığı və Xəzər dənizinə tərəf orada bir dövlət qurublar və Igor Dekonov burada deyir ki, Midiyanın tərkibində yaşayan və o qurucu
üzvləri kimlər idi? Bu burada yazır. Hurritlər, Hurrit Urartu boyları idi. İberlər idi, Armanlar idi, Hurritlər, Hurrit dedim. Və Kutilər, Lulubəylər, Turukkilər. Və bugün mən sizə bir şey deyim. Turukki sözü hələ də cənub tərəfdə Talış dağları ətəklərində yaşayan insanlar, özlərinin Talış xalqının üzvləri, Talış xalqına mənsub hiss edən insanlar bizə Turuk deyirlər. Məsələn, Lerikin kəndlərindən, Lerik rayonunun mərkəzinə gələndə və yaxud da Lənkəranın kəndlərinə, Lənkəranın mərkəzinə, şəhərin mərkəzinə gələn, alış-veriş edən insanlar oradakı yerli əhaliyə Turuk deyirlər, Turuk. Yəni, bunun o yanı bir yanı yoxdur. Həmin o Turuklar Midiya dövlətinin qurucu boylarından birisi olub və Manna bu dövlət o qədər böyük olub ki, artıq bunun ətrafındakı dövlətlər məcbur olublar ki, bu Midiyanın çatısı altına girsinlər. Çünki başqa cür həm düşmən, başqa ölkələrlə müharibə etdikləri zaman zəif qalırlar. Həm də ki, baxırlar ki, Midiyada çox güclü inkişaf gedir və ona görə 7-ci əsrdə Manna dövləti Midiyanın tərkibinə qatılır və bugünkü bizim Azərbaycan ərazisi dolayısıyla Manna dövləti ilə birlikdə Midiyanın tərkibinə gelir və burada mən sizə bir şey deyim. Bax, burada ta bu kitabın girişində müəllifdən başlığı var. Ot avtora, görürsünüz, bax burada. Müəllifdən yazı var və deyir ki, burada ikinci abzasda deyir ki, Midiya ərazisi haralara qədər yayılmışdı, onu deyir burada və deyir ki, bugünkü Azərbaycan SSR-ni, yəni o vaxt 56-cı ildə çıxmış kitabdır, o vaxtı Azərbaycan SSR olaraq gedir, Sovet Sosial Respublikası olaraq gedirdi. Azərbaycan SSR-nin ərazisi də Midiyanın tərkibində idi və bugün Azərbaycan millətini təşkil edən o insanlar Midiya dövlətinin tərkibində olurlar və yaxud da Midiya dövlətinin tərkibində olan insanlar bugün Azərbaycan millətinin, indi o Türk demir, çünki o vaxtı yasaq idi Türk sözü işlətmək. Deyir ki, Azərbaycan millətinin əcdadıdır. Və bunu elə deyir burada. Azərbaycan millətinin formalaşması Midiya dövlətinin qısacasıdır. Azərbaycan millətinin formalaşması Midiya dövlətinin böyük rolu olub. Bax, burada deyir. Qurucu, indi burada bir Armanlar var, İberlər Gürcistan ərazisində yaşayanlardır. Armanlar var, indi qonşu Haylar deyir ki, bu Armanlar bizik. Xeyr, Arman onlar deyil. Armanlar Türk boylarıdır. Onu iddia edənlər özləri Haydır. Hayların bizlə uzaqdan yaxından əlaqəsi yoxdur. Hayların və Boşaların Türklərlə əlaqəsi yoxdur. Mən keçən səfərdə demişdim, indi də deyirəm, Türklərlə əlaqəsi olan və Ermənistan, Qərbi Azərbaycanda yaşayan tayfalar zamanla haylaşmış Türklərdir. Onların da içərisində Hamşinlər var, Rizədə yaşayırlar, Anadoluda. Armanlar var, Alpanlar var və birisi daha var, unuttum. Onlar tamamen haylaşmış Türk boylarıdır və indi yavaş-yavaş Azərbaycan dövləti gücləndikcə onlar artıq bunu özlərinə şərəf bilirlər ki, hə, biz hay deyilik, biz haylaşmış Türklərik filan. Onun tanınmış, hayların tanınmış nümayəndələri bunu deyirlər və soyadlarından bəllidir. Sarmadiya sözünüzdə Midiya dövləti Suriyadan, Fələstindən və Babilistandan Ekbatana gətirdiyi əsirlər sayəsində o şəhəri çox yüksək səviyyədə inkişaf elətdirmiş o zaman. İndiki Həmədan şəhəri, Ekbatan, o paytaxtı Ekbatan olub, 727-ci ildə Deyok tərəfindən qurulmuş bir şəhərdir. Paytaxt olaraq qurulub və
əsirlərin o şəhərə gətirilməsi ilə əlaqədar Aramica onlara Siromadiya deyiblər. Siromadiya, yəni Madiya və ya Midiya əsirləri. Bu bizdə türklərin bir dövləti olub, Sarmatiya. Velika Step, Tartariya, Sarmatiya, Altın Orda və Rus tarixçiləri də bugünkü Rusiyanı Altın Ordanın varisi hesab edirlər ki, tarixən də haqlıdırlar. Çünki Rus dövlətinin qurucusu türk əsilli olub, Rus çarlığının qurucusu türk əsilli olub, İvan Grozny. Mən bir videomda o barədə var, Said Mansur oğlu olub və Rusiyanı imperiya elan edən, 1721-ci ildə Rusiyanı imperiya elan edən 1-ci Pyotrun da ana tərəfi türk olub, Rusiyada yaşayan türklərdən olub. Dolayısıyla Rus tarixçiləri Rusiyanı bir dövlət olaraq 5-ci yerə qoyurlar, sayırlar Tartariya, Sarmatiya, Velika Step, Zalataya Arda i Rossiya. 5-ci Rusiyadır. Bunu belə qəbul edirlər. Yəni, bu Rus tarixçilərin dediyi bir fikirdir. O Sarmatiya çox güman ki, Midiya dövlətinin davamçısıdır. Sarmatiya sözü. Çünki Siromatiya gedir burada adı. Assur qaynaqlarında Aramica Siromatiya gedir. Çox güman ki, o Sarmatiyada dəqiq bilmirəm, araşdırmamışam. Amma bu bir fərziyədir. Ola bilsin ki, Sarmatiyanın kökü Midiyaya dayanır. Bugün söylemek istediklerim bu kadar. Allah'a ısmarladık.